Bu il Azərbaycanda hiss olunan zəlzələlər baş verəcək. Bunu Ajans AZA açıqlamasında seysmoloq Qulam Babayev deyib. O bildirib ki, İstanbulda baş verən zəlzələ göstərir ki, region yenidən aktivləşib. Həmişə qeyd etdiyim kimi, mütəmadi olaraq aktivləşəcək. Təbii ki, bu aktivləşmə nəticəsində ətrafda olan seysmik ocaqlar da yenidən aktivləşir. Sabit qala bilməzlər. Amma İstanbulda olan zəlzələdən sonra Azərbaycanda da mütləq şəkildə zəlzələ olacağı demək doğru olmaz. Amma digər tərəfdən fiziki qanunlara nəzərə alsaq, ətrafdakı piltələr aktivdirsə, Azərbaycan sabit qala bilməz. Seysmoloq qeyd edir ki, istər-istəməz qonşu ocaqlarda da proseslər baş verəcək. Türkiyəyə yaxın olan ərazilərdə, Suriya, Gürcüstan, Azərbaycanda da zəlzələnin təsiri hiss oluna bilər. Lakin Azərbaycanda dərinlikdə baş verən geodinamik proseslərin sürəti o dərəcə intensiv deyil. Hiss olunan zəlzələnin baş vermə ehtimalı var. 3,5, 4 və ya 4,5, 5 ballıq zəlzələlər ola bilər. Amma burada dərinlik əsas faktordur. Bu il ərzində hiss olunan zəlzələlər qaçılmazdır. Çünki region aktivləşib deyə seysmoloq açıqlamasında bildirib.